Oğlaq Bürcü 3 iyul 2025 Oğlaq Bürcünün proqnozu. Bugün Oğlaqlar üçün səbir və daxili sakitlik ön plandadır. Hər şeyi nəzarət altına almaq istəyi güclü olsa da, hadisələrin axarına uyğunlaşmaq daha rahat nəticələr verə bilər. Səhər saatlarında bir qədər tənbəllik hiss olunsa da, günorta saatlarından etibarən enerjin tədricən artacaq. Görəcəyin işlərə diqqətlə yanaşsan, uzun zamandır düşündüyün bir məsələni aydınlaşdırmaq və irəliləmək mümkün olacaq. Ətrafındakı insanların fikirlərini nəzərə almaq faydalı ola bilər, lakin öz yolunu seçməkdən də çəkinmə. Hər kəsin yanaşması sənə uyğun olmaya bilər, bunu başa düşmək bugün vacibdir. Əlaqələrdə sakit və anlayışlı davranmaq işini asanlaşdıracaq. Bəzən sadəcə dinləmək, qarşı tərəfin səsini eşitmək kifayət edir. Hər şeyə dərhal cavab vermək əvəzinə biraz düşünmək və sonra münasibət bildirmək daha yaxşı nəticə verəcək. Axşam saatları dincəlmək və sakit bir atmosferdə olmaq üçün uyğundur. Özünü yormadan, sevdiyin bir məşğuliyyətlə vaxt keçirmək bugünün yorğunluğunu azaltmağa kömək edəcək. Bugünün mesajı: hər şeyi eyni anda həll etməyə çalışma, bəzən sakit dayanmaq da irəliləyişdir. Dolça Bürcü 3 iyul 2025 Dolça Bürcünün proqnozu. Bugün dolçalar üçün yenilənmə və daxili azadlıq ön planda olacaq. Gündəlik axın bir qədər fərqli görünə bilər, amma bu fərqlilik sənə yeni bir baxış bucağı qazandıra bilər. Stereotiplərdən çıxmaq və öz yolunu tapmaq istəyi güclənəcək. Günün ilk yarısında planlarında kiçik dəyişikliklər ola bilər. Əgər hər şey istədiyin kimi getmirsən, narahat olma, dəyişikliklər səni daha uyğun bir istiqamətə aparacaq. Özünü məcbur hiss etmədən qərar vermək və daha sərbəst davranmaq gününü daha rahat keçirməyə imkan yaradacaq. Ətrafındakı insanlarla ünsiyyətdə orijinallığın və dürüstlüyün nəzərə çarpacaq. Sənə yaxın olan biri ilə gözlənilməz, lakin dəyərli bir söhbət baş tuta bilər. Bu, münasibətlərdə yeni bir anlayış yarada bilər. Axşam saatlarında isə sakit bir mühitdə olmaq və fikirlərini toparlamaq üçün vaxt ayırmaq yaxşı olar. Yaradıcılığını ifadə edə biləcəyin bir məşğuliyyət sənə həm rahatlıq verə, həm də ruhunu canlandıra bilər. Bugünün mesajı: öz yoluna inandıqca ətrafındakı hər şey daha aydın görünəcək. Dəyişikliklərdən çəkinmə, onlar səni gücləndirir. Balıq Bürcü 3 iyul 2025 Balıq Bürcünün proqnozu. Bugün balıqlar üçün hisslərin və intuisiya ön planda olacaq. Sənə tanış olan daxili sakitlik bugün bir qədər pozula bilər, amma bu narahatlıq yeni bir anlayışın başlanğıcı ola bilər. Özünü emosional baxımdan daha həssas hiss etsən də, bu daha dərindən anlamağa və bağ qurmağa şərait yaradacaq. Günün əvvəlində diqqətini toplamaq bir qədər çətin ola bilər. Xırda məsələlər səni yayındıra bilər, buna görə önəmli işləri günün ikinci yarısına saxlamaq daha münasib olacaq. Qısa fasilələr vermək və tələsmədən hərəkət etmək işlərini yoluna qoymaqda köməkçi olacaq. Ətrafındakı insanlarla ünsiyyətdə qarşılıqlı anlayış vacib olacaq. Qarşı tərəfi incitməməyə çalışsan da, özünü ifadə etməyi unutma. Duyğularını içində saxlamaq əvəzinə onları yumşaq şəkildə bölüşmək münasibətlərdə yaxınlığı artıracaq. Axşam saatlarında bir qədər sakitlik və özünə qapanmaq ehtiyacı yarana bilər. Bu, mənfi bir hal deyil, əksinə daxili tarazlığı bərpa etmək üçün gözəl fürsətdir. Sevdiyin bir fəaliyyət və ya sadəcə sakitlik içində olmaq sənə yaxşı təsir edəcək. Bugünün mesajı: duyğular sənin gücündür, onlardan qorxma, dinlə və yönünü onlarla tap. Qoç Bürcü 3 iyul 2025 Qoç Bürcünün proqnozu. Bugün qoçlar üçün qərarlılıq və daxili motivasiya ön plandadır. Enerjin dalğavari ola bilər, amma istədiyin nəticəyə çatmaq üçün kifayət qədər gücə sahibsən. Səhər saatlarında biraz tərəddüd hiss olunsa da, günün irəliləyən hissəsində daha aydın düşünəcək və istiqamətini dəqiq müəyyənləşdirəcəksən. Görəcəyin işlərdə diqqətli olmaq və hər şeyi tələsmədən etmək faydalı olacaq. Kiçik detallar bugün düşündüyündən daha vacib rol oynaya bilər. Qarşına çıxan çətinliklər səni yavaşlatsa da, təslim olmamaq ən doğru yanaşma olacaq.
Əlaqələrdə biraz tələskən və səbirsiz davrana bilərsən. Qarşı tərəfi dinləmək və düşünmədən reaksiya verməmək bu gün münasibətlər baxımından önəmlidir. Sözlərin düşündüyündən daha çox təsir edə bilər. Bu səbəbdən ifadələrinə diqqət yetirməyə çalış. Axşam saatları daha sakit və özünə yönəlik keçə bilər. Fiziki və zehni gərginliyi azaltmaq üçün sadə bir gəzinti və ya səni rahatladan bir məşğuliyyət yaxşı seçim olacaq. Bu günün mesajı: hərəkət etməzdən əvvəl düşünmək güc əlamətidir. Səbirli olduqca daha çox qazanacaqsan. Boğa bürcü. 3 iyul 2025 Boğa bürcünün proqnozu. Bugün boğalar üçün sabitlik və daxili rahatlıq axtarışı ön planda olacaq. Sənin üçün tanış və təhlükəsiz olan mühitlərdə olmaq istəyi güclənə bilər. Gözlənilməz dəyişikliklərə qarşı bir qədər həssas ola bilərsən, amma sakitliyini qoruduqca hər şeyə uyğunlaşmağın daha asan olacaq. Günün əvvəlində bəzi məsələlərə qarşı maraqsızlıq hiss edə bilərsən, amma bu keçicidir. Özünə çox yüklənmədən addım-addım hərəkət etmək daha doğru olacaq. Ətrafındakı insanlardan dəstək almaq da mümkündür, sadəcə bunu qəbul etməyə açıq ol. Ünsiyyətdə səmimiyyət və səbir vacibdir. Sənə yaxın biri ilə kiçik fikir ayrılığı baş verə bilər, amma anlayış göstərsən, bu münasibəti daha da möhkəmləndirəcək. Hisslərini içində saxlamaq əvəzinə sakit və aydın şəkildə paylaşmaq bugün üçün ən düzgün addım olacaq. Axşam saatları rahat və tanış bir atmosferdə keçsə, həm fiziki, həm də emosional olaraq özünü daha yaxşı hiss edəcəksən. Musiqi dinləmək, sevdiyin bir filmə baxmaq və ya sadəcə istirahət etmək üçün yaxşı vaxtdır. Bugünün mesajı: sakitliyin içində güc var, dəyişikliklərə qarşı durmaq yerinə onlarla ahəng qurmağı seç. Əkizlər bürcü. 3 iyul 2025 Əkizlər bürcünün proqnozu. Bugün əkizlər üçün ünsiyyət və çeviklik ön plandadır. Düşüncələrin sürətli axır, yeni ideyalar ortaya çıxır və ətrafında baş verənləri daha dərindən anlamağa başlayırsan. Səhər saatlarından etibarən sənin üçün maraqlı olan bir mövzuya yönəlmək və orada uğur qazanmaq ehtimalın yüksəkdir. Gün ərzində bir neçə mövzu ilə eyni anda məşğul olmaq istəyə bilərsən, amma diqqətini yayındırmamağa çalış. Seçici davranmaq və önəmli olanlara fokuslanmaq daha faydalı olacaq. Tələskənlik səhvlərə səbəb ola bilər, ona görə qərar verərkən bir qədər düşünməkdə fayda var. Ətrafındakı insanlarla açıq və rahat ünsiyyət qurmaq bacarığın bugün sənin ən böyük üstünlüyündür. Qısa bir söhbət belə yeni qapılar aça və maraqlı bir fikir mübadiləsinə çevrilə bilər. Əvvəldən planlaşdırmadığın bir görüş və ya mesaj da gününü dəyişə bilər. Axşam saatlarında isə sakit bir atmosferdə olmaq və beynini yormayan bir məşğuliyyətlə məşğul olmaq yaxşı təsir göstərə bilər. Bəzən durub nəfəs almaq və düşüncələri toparlamaq ən yaxşı seçimdir. Bugünün mesajı: sözlərin güclüdür, onları diqqətlə seç və özünə uyğun şəkildə ifadə et. Hər fikir bir başlanğıcdır. Xərçəng bürcü. 3 iyul 2025 Xərçəng bürcünün proqnozu. Bugün xərçənglər üçün daxili tarazlıq və emosional rahatlıq önəmlidir. Hisslərin bir qədər dərinləşə bilər və ətrafda baş verənləri əvvəlkindən daha fərqli hiss etməyə başlaya bilərsən. Günün əvvəlində kövrəklik və həssaslıq ön plana çıxa bilər, amma bu hal sənin empati qabiliyyətini gücləndirəcək. Gündəlik işlərdə sabitlik axtarışın güclənə bilər. Əgər hər şeyin planla getməsini istəyirsənsə, öncədən hazırlıq görmək faydalı olacaq. Kiçik gecikmələr və gözlənilməz hallar səbrini yoxlaya bilər, amma soyuqqanlı davranışla bunların öhdəsindən gəlmək mümkündür. Ətrafındakı insanlarla münasibətlərdə səmimiyyət və anlayış vacib rol oynayacaq. Bugün birinin sənə ehtiyacı ola bilər, onu dinləmək və yanında olmaq həm o şəxs üçün, həm də sənin üçün müsbət təsir yaradacaq. Duyğularını ifadə etməkdən çəkinməməlisən, doğru sözlər münasibətləri daha da yaxınlaşdıra bilər. Axşam saatları isə özünlə baş-başa qalmaq üçün münasib zamandır. Səni rahatladan bir fəaliyyət və ya sadəcə sakit bir mühitdə olmaq gündəlik gərginliyi azaltmağa kömək edəcək. Bugünün mesajı: duyğularına qulaq as, onlar sənə doğru yolu göstərə bilər. Bəzən sadəcə hiss etmək kifayətdir.
Şir bürcü 3 iyul 2025 Şir bürcünün proqnozu. Bugün şirlər üçün özünü ifadə etmək və diqqət çəkmək ehtiyacı bir qədər artacaq. Daxilində güclü bir enerji var və bunu düzgün istiqamətə yönəltdikdə həm özün, həm də ətrafındakılar üçün motivasiya mənbəyinə çevrilə bilərsən. Gün təşəbbüs göstərmək və öz fikirlərini açıq şəkildə ifadə etmək üçün münasibdir. Səhər saatlarında özünə güvən artsa da, bu hissi ehtiyatla idarə etmək faydalı olacaq. Hər şeyi dərhal əldə etmək istəyi yaranarsa, tələsmə, bəzən bir addım geridən baxmaq daha düzgün qərar verməyə kömək edir. İnsanlarla ünsiyyətdə təbii liderlik keyfiyyətlərin ön plana çıxa bilər. Amma qarşı tərəfin fikirlərinə də yer verməyi unutma. Qarşılıqlı anlayış və sadə bir təşviq bugün münasibətləri daha da dərinləşdirə bilər. Axşam saatları isə özünə fokuslanmaq üçün yaxşı vaxtdır. Əyləncəli, yaradıcılığa yönəlik bir məşğuliyyət və ya sənə ilham verən bir fəaliyyət ruh halını yüksəldə bilər. Özünü ifadə etdikcə daxili rahatlıq tapacaqsan. Bugünün mesajı: parlamaq istəyirsənsə işığını bölüş, bu zaman əsl gücünü hər kəs görəcək. Özünü göstərməkdən çəkinmə, amma səmimiyyəti unutma. Qız bürcü 3 iyul 2025 Qız bürcünün proqnozu. Bugün qızlar üçün diqqət və səliqə ön plandadır. Günə planlı şəkildə başlamaq istəyi güclü olacaq və bu yanaşma sənə özünü daha rahat hiss etdirməyə kömək edəcək. Hər şeyi nəzarətdə saxlamaq arzusu artsa da, hər detala ilişmədən irəliləməyə çalış, bəzən axına uyğunlaşmaq da lazımdır. Səhər saatlarında bəzi fikir ayrılıqları və ya anlaşılmazlıqlar ola bilər, amma sakit və məntiqli davranışla bunları tez bir zamanda yoluna qoya bilərsən. Gördüyün işlərdə praktik düşüncə tərzin sənin ən böyük üstünlüyündür. Bunu gün ərzində bir neçə dəfə göstərə biləcəksən. Ətraf mühitə qarşı daha həssas olacağın bir gündür. İnsanların davranışlarını tez hiss edir, onların ehtiyaclarını anlayırsan. Bu, münasibətlər baxımından müsbət təsir yarada bilər. Lakin özünü unutma, bəzən başqaları üçün çalışarkən öz ehtiyaclarını arxa plana atırsan. Axşam saatları isə bir qədər yavaşlamaq və özünə qayğı göstərmək üçün yaxşı zamandır. Özünü toparlamaq, sakit bir atmosferdə olmaq və düşüncələrini yazıya almaq sənə faydalı ola bilər. Bugünün mesajı: hər şeyi mükəmməl etməyə çalışma, bəzən sadəcə səmimi olmaq kifayətdir. Daxili balansını qorumağa çalış. Tərəzi bürcü 3 iyul 2025 Tərəzi bürcünün proqnozu. Bugün tərəzilər üçün balans və harmoniyaya ehtiyac olacaq. Günün gedişində müxtəlif vəziyyətlərlə üzləşə bilərsən, amma sakit və ölçülü davranmaq işləri asanlaşdıracaq. Qarşılıqlı anlaşma və qarşı tərəfin fikirlərinə hörmət göstərmək münasibətlərin möhkəmlənməsinə yardım edəcək. Səhər saatlarında qərar verməkdə çətinlik çəkə bilərsən, çünki hər tərəfi diqqətlə nəzərdən keçirmək istəyəcəksən. Lakin tələsik hərəkət etməkdən qaçınmaq vacibdir. Doğru zamanda doğru addımı atmaq üçün səbir göstərmək faydalıdır. Ətrafındakı insanlarla əlaqələrdə ədalət və dürüstlük əsas olacaq. Kimsəni incitmədən öz fikrini açıq şəkildə ifadə etməyə çalış. Kiçik anlaşılmazlıqlar olsa da, onları səmimi dialoqla həll etmək mümkündür. Axşam saatlarında özünə vaxt ayırmaq və sakit bir mühitdə dincəlmək üçün əlverişli anlar var. Bədənin və ruhun rahatlaması üçün sevdiyin bir kitabı oxumaq və ya yüngül musiqi dinləmək faydalı olacaq. Bugünün mesajı: hər şeydə ölçü və harmoniya axtar. Bu, həm özün, həm də ətrafındakılar üçün ən yaxşı yoldur. Səbirli ol və səsinlə deyil, davranışınla da danış. Əqrəb bürcü 3 iyul 2025 Əqrəb bürcünün proqnozu. Bugün əqrəblər üçün dərin düşüncə və özünü kəşf zamanı olacaq. İç dünyana yönəlmək, gizli qalan hisslərini və düşüncələrini anlamaq üçün yaxşı fürsətdir. Günün əvvəlində bir qədər təklik və sakitlik istəyə bilərsən, bu, daxili enerjini bərpa etməyə kömək edəcək. İşlərdə səbirli olmaq və tələsməmək önəmlidir. Qarşına çıxan çətinliklər səni sarsıda bilər, amma soyuqqanlılıqla yanaşsan, hər şeyin öhdəsindən gəlmək mümkün olacaq.
Etibar etdiyin insanlarla fikirlərini bölüşmək rahatlıq verə bilər. Ətrafındakı insanlarla münasibətlərdə isə həssaslıq və dürüstlük əsas olacaq. Münasibətlərdə daha açıq olmaq və gizli qalan problemləri səmimi şəkildə müzakirə etmək qarşılıqlı anlaşmanı artıracaq. Səthin altında yatan duyğuları görməyə çalışmaq günün önəmli hissəsidir. Axşam saatları özünlə vaxt keçirmək, düşüncələrini yazıya almaq və ya sənətə yönəlmək üçün əlverişlidir. Bu, ruhunu rahatlatmağa və bədənini yeniləməyə kömək edəcək. Bu günün mesajı: dərinliklərdən qorxma, orada həqiqət və güc gizlənib. Özünü və hisslərini qəbul etmək ən böyük qələbəndir. Oxatan bürcü. 3 iyul 2025 Oxatan bürcünün proqnozu. Bugün oxatanlar üçün yeni imkanlar və açıq fikirli olmaq vacib olacaq. Günün əvvəlində planlarında bəzi dəyişikliklər ola bilər, amma bu sənin üçün yaxşı dönüş nöqtəsi kimi çıxış edəcək. Qarşına çıxan yeniliklərə açıq olmaq və onları sınamaq sənə yeni qapılar aça bilər. Görəcəyin işlərdə çevik davranmaq və tez qərar vermək lazım gələcək. Biraz spontanlıq uğurunu artıracaq, amma tələskənlikdən qaçmaq önəmlidir. Ətrafındakı insanlarla fikir mübadiləsi aparmaq sənə əlavə enerji verəcək və ideyalarını zənginləşdirəcək. Şəxsi münasibətlərdə optimist və dostcanlı yanaşma münasibətlərin daha da yaxşılaşmasına səbəb olacaq. Səmimi söhbətlər və paylaşım bugün xüsusi önəm daşıyır. Yeni tanışlıqlar üçün də əlverişli bir gündür. Axşam saatlarında səyahət planları və ya uzun zamandır düşündüyün bir mövzu üzərində fikirləşmək üçün yaxşı zamandır. Özünü rahat hiss etmək üçün sevdiyin bir fəaliyyətlə məşğul olmağı unutma. Bugünün mesajı: hər yeni fürsət sənə bir dərs və təcrübə qazandırır. Açıq fikirli ol və irəliyə doğru addım atmaqdan çəkinmə.